Allahın salamı olsun hər bir kəsə. Bilirsiniz ki, Tofiq Yaqublu 39 gündür ki, azlıq aksiyasındadır. İlham Əliyev onu şərləyərək həbs edilib 9 il müddətinə. Onun qızı Nigar Həzi də etiraz edir, video çəkilişlər edir. Oğlu da həmçinin aksiyalar edir. Digər siyasi mühacirlər də dəstək verir Tofiq Yaqubluya tam sürətlə, tam şəkildə. Hacı Ələmdar da bax 9 gündür ki, Berlində Xarici İşlər Nazirliyinin önündə artıq çadır qurub. Bilirsiniz ki, bu çadırı mən keçən dəfə 2 gündən əvvəl də göstərmişdim sizə. Hacı Ələmdar da etiraz aksiyası eləyib. Məhz bu rejimə, məhz İlham Əliyevə Tofiq Yaqublunu qeyri-şərtsiz azad olunmalıdır və siyasi məhbuslar azad olunmalıdır. Yəni, tələb bundan ibarətdir. İndi isə biz Ələmdar Bunyatova yaxınlaşaq, elə ondan da öz müsahibəmizi alaq ki, məqsəd nədir, nə üçün burada aksiya keçirdir, aksiyanın səbəbləri və bu aksiya nə vaxta kimi davam edəcək. İndi sözü veririk Bunyatov Ələmdara. Selamünaleyküm değerli dostlar, değerli kardeşler. Her vaxtınız xeyirli, uğurlu və bərəkətli olsun. Bir günləri Tofiq Yaqublu 39-cu gündür ki, azlıq aksiyasını davam edir. Bilirsiniz ki, bir günləri qızının həqiqətən müsahibəsini gördüyü, eşitdiyi, həqiqətən adamın ürəyini ağrıdır ki, biz hansı dövlətdə yaşayırıq, biz hansı ölkədə yaşayırıq ki, can gezdirən, üzr istəyirəm, ana bəhdində bala gezdirən, ana atasının fəryadını səslənir, atasının azadlığını istəyir. Görün bu rejim nə qədər qaddar, şərəfsiz bir rejimdir ki, hələ bu plakatın yanında çəkdilər. Görün bu nə qədər şərəfsizdir ki, buna dinlənirlər, etiraz edirlər ki, ay qardaş, ay boş və dönüm, bu adamlar həbs eləmişsiniz, nahaqdan şərləmişsiniz, tutmuşsuz, zəhmət çəkin, adamları azad eləyin. O bacının da, o ananın da istəyi odur, atasının azadlığını istəyir. Çox əfsuslar olsun ki, bugünkü günə qədər heç bir təşkilat, bir dənə Amnesty International-dan başqa heç bir beynəlxalq təşkilatlar Tofiq Yaqublu səhhəti ilə bağlı, Tofiq Yaqubunun şərlənməsi ilə bağlı heç bir bəyanat yaymırlar. Heç bir bəyanat yaymırlar. Bilirsiniz nədir? Mən açıq və net söyləyirəm. Bunlar, bunları hamısı biri-birlərinə xidmət edirlər, biri-birlərinin maraqlarını güdürlər, biri-birlərinin maraqlarına xidmət edən adamlardır. Necə olur başqa ölkədə insan haqları pozulan kimi bayhara əlib, şüvənlə əlib, tumanlarını başlarına çəkirlər. Azərbaycanda 10 gündə burada oturmuşik. İndi gəlib buradan çəkir. Mənə sənin reaksiyon lazım deyə. Mənə sənin reaksiyon lazım. Sən təzyiq göstərməlisən onlara. Nədir qardaş? Azərbaycandan istədiklərini alırlar. İstəyir Böyük Britaniya, İngiltərə olsun, istəyir Amerikası olsun, istəyir İsraili olsun, istəyir Almaniyası olsun. Bunu demək lazımdır, çəkinməmək lazımdır. Qardaş, İlham Əliyev bunların maddi maraqlarını ödəyir. Bunlar üçün insan haqları vız gəlib, vız getəcək. Bunlar üçün maraqlı deyil, bunlar üçün insan haqları demokratiya deyilən bir şey var da. Hani demokratiya? Hani da, ha, nə oldu, gəldim mən burada qurmuşam. Adam burada ölür, ölür. Heç bir beynəlxalq təşkilat sesini qaldırmır. Sesini qaldırmır ki, bu adamı siz şərliyib həbs eləmişsiniz, tutmuşsunuz. Adamı yandırır, tökür. Utanırlar, o qızın o ağlamaqlarını adam izləyir. Adam görür. Adam heyrətə gəlir. Yəni biz hansı ölkədə yaşayırıq? İnan Allaha, bəlkə Cumhuriyədə, Afrikada, mən nə bilim, Şimali Koreyada məsələn hansı bir siyasi məhbusun ayrı üzvləri, Şimali Koreya prezidenti Çinkundur, nədir? Ona səslənsəydə bəlkə vallahi bıraxardı, azad elərdi. Şərəfsiz, sizlərə yalvarmalıdırlar. Sən bunu tutmuşsan da, sən bu adamı şərləmişsən. Nahar yeri bu adamları şərləmişsən, tutmuşsan, həbsə salmışsan. Sən bunları bıraxmalısan, Sənin xahiş dilində yox. Ki, xahiş eləyə ki, sən bu adamları bıraxmalısan. Ya mən nə bilim, qurban olayım sənə. Xeyr ola.
Hansı günahın sahibidir? Necə olub dövlətin bütçəsinə xəyanət edənlər, dövlətin səhərdən axşaməyəcən bütçəsini dağıdanları, sən bu günləri 8 il, 3 il iş verirsən. Ancaq bu günləri xalqın azadlığı uğrunda döyüşən oğlanları, özü Qarabağ qazisi, mən buradan qazilərə səslənirəm. Mən burada şəhid analarına səslənirəm. Adam ola bilər siyasi fiqurdur. Ancaq sizin balalarınızın haqqını müdafiə edib adam. Ayıb olsun sizin üçün. Ayıb olsun ki, bir gün şəhid anaları gedib Adil Vəliyev kimi şərəfsizin süfrəsində oturub, Əliyev. Adil Əliyev kimi şərəfsizlərin gedib süfrəsində oturub, şəhid ailələrinə birbaşa təhqir edirsiniz. Gör kimin süfrəsində oturursun. Adil Əliyev mümkün yarısını alıb, neçə dənə binaları var. Gedirsiniz. Demək istəmirəm, vallahi əyibdir. Şəhid anasını heç mən yaraşdırmıram bunu. Bugün sənin oğlun vətən torpaq yolunda canını qurban verir. Qurban eləmədi ki, gedib hansısa bir rüşvətxor məmurun süfrəsində oturursunuz. Ayıb olsun sizcə. Bir günləri mən buradan Polad Həşimovun anasına səslənirəm, Səmayə anamıza səslənirəm. Necə ki, sənin oğlunu qətlə yetirdilər, Polad Həşimovu, bir gün də o cürlə Tofiq Yağubunu şəhadətə yetirirlər, öldürürlər. O da sənin oğlun kimi döyüşüb, vətən torpaq yolunda canını qoyub. Biz tələb edirik bir gün şəhid analarından, bir günləri milli qəhrəmanlarımızdan tələb edirik. Bir gün çıxsınlar, qazilərinə sahib çıxsınlar. Yaxşı Tofiq Yağublu siyasi fiqurdur. Biz Hacı Vəliyev şərliyib tutmadılar. Zəhmət çəkin, müdafiə edəcəksiniz. Sizin haqqımızdır və bizim də haqqımızdır ki, onları müdafiə edin. Sağ olun. Teşekkürler. Bəli, əziz izləyicilər, bu Hacı Ələmdarın çıxışıdır. Bunu Facebook vasitəsilə paylaşa bilərsiniz bu çıxışları. Bu çıxışları TikTok'da kəsib paylaşa bilərsiniz. Yəni Hüseyn TV, yəni hər bir istər YouTube kanalına, istər TikTok'a bizim bu çıxışlar gedib çatmalıdır və bilməlidirlər ki, insanlar bu günləri Hacı Ələmdar niyə burada dayanır, rəqs edir, Orxan Ağayev niyə gəlib ona dəstək verir, digər siyasi mühacirlər niyə dəstək verir, Əfqan Muxtarlı gəlib dəstək verir. Ona görə ki, Tofiq Yaqublunu İlham Əliyev günahsız yerə şərliyib, biz də gəlmişik ki, İlham Əliyev, adam ol, heyvan olma, insan ol və günahsız şərlədiyin insanları həbsdən azad elə. Demişəm. Ha, demişəm. Bəli. Dövlətinə vergisini ödəyir, onu cəhənnəmə neyinə lazım ki? Lütfen, lütfen. Lütfen. Deməli, Hacı Ələmdarın dediyi nədir? Yəni, Hacı Ələmdarın dediyi odur ki, bax, keçən videolarda da mən vurğulamışdım bu məsələni, ki, İlham Əliyev dəyəri 750 milyon funt sterlinqə Londonda küçə alır. Və bunu da Londonda jurnalistlər araşdırmışdır və tapmışdır. Və Azərbaycan xalqı da buna suskun qalmışdır. Və Azərbaycan xalqına suskun qalmağı o deməkdir ki, cənab prezident nə istəyirsən elə. Və bu günləri hər bir Azərbaycanlı anlamalıdır ki, o cənab prezident dediyiniz, yalvardığınız, yaltaqlıq elədiyiniz, o cənab dırnaq içində deyirəm, İlham Əliyev Azərbaycan xalqına kölə vəziyyətinə baxır, köləsi kimi baxır və Azərbaycanın milyardlarını, trilyardlarını başqa ölkələri daşımaqla məşğuldur. Öz məmurları ilə, nazirləri ilə birlikdə Azərbaycan xalqını ac və yalavac vəziyyətinə qoyan budur. Oksigen olmuşu.
Bax görürsünüzmü? Bu oksigen oğrusundan qorxmaq lazım deyil. Gün gələcək bu oksigen oğrusu xalq qarşısında cavab verəcək. Törətdiyi əməllərə görə, cinayətlərə görə Azərbaycan xalqı bunun boğazından yaptacaq. Bu boyda insanları bilirsiniz ki Azərbaycanda 360'dan yuxarı siyasi məhbus var. Bu insanları şərləyiblər. Jurnalistləri şərləyiblər Azərbaycanda. Və bu günləri Azərbaycan xalqının namusuna sataşırlar bu insanlar. Qeyrətinə sataşırlar bu insanlar. Ne için? Bax bu neydi bu? Misaleydi neydi bu? Misali baba görürsən, baba bu şərəfsizi görürsünüz, bu şərəfsiz. Bildiğiniz şərəfsizdir da bu adam. O bildiğiniz bu işgəncə makinəsidir. Bu işgəncə makinesi bütün siyasi məhbuslara işgəncə verdirtdirən əclafdır. Bu İlham Əliyevin qohumudur. Başa düşürsünüz? Bu İlham Əliyevin qohumudur. Bu Mirsali Seyidov Azərbaycan həbsxanalarında bütün siyasi insanlara işgəncə verdirən əmrini verən bu əzlaftır. Və tanıyın bu insanı. Və bu insanı heç vaxt əhd eləməyin. Buna əhd yaramır. Gələ verim, qıraqdan eşitmir mənim səsimi. Sən qulağına belə danış. Bu vətən şəhidlər ölməz, torpaq bölünməz deyənlər var. Bu bayraq salıb kürəklərində gezdirirlər ha. Toylarda, mən nə bilim, gəlirlər bu diasporanın tədbirində iştirak edirlər. Bayrağı da sağ. Hə. Mən onlara da sözüm. Qeyrətimiz olsun, kişiliyimiz olsun. Bayraq hələ bir şeydir ki, bu bayrağın uğrunda, dəyərində, milli dəyərlər uğrunda döyüşən, mən bu Hacı Vəliyev deyirəm. Mən Tofu Yağubunu dediyi bilərəm. Tofu Yağubunu ki, bir günləri ki, Azərbaycan xalqı siyasi aktivist siyasi lider kimi tanıyırlar, qorxurlar müdafiə eləməyə, zəhmət çəksinlər, Hacı Vəliyev müdafiə eləsinlər. Bahane getirir bilmezler. Ona göre bahane getirir bilmezler ki bugün Hacı Vəliyev Azərbaycanda bütün qazilərin haqlarını, hüquqlarını müdafiə elədi. Hacı Vəliyev həmən o kəsdir ki birbaşa Vilayət Eyvazov ünvanlandı. Vilayət Eyvazov da dərhal da apardı qoydu İlham Əliyev stolunun üstünə. Dedi bir günləri ölkədə Qarabağ qaziləri, bir günləri Hacı Vəliyev kimi vətənpərvər, vətənini sevən, millətini sevən, qazisini sevən, dövlətini sevən, bayrağını sevən, o torpaq uğrunda gözünü itirən qazi bir günləri İlham Əliyevdən haqqını istəyir. Ey İlham Əliyev, neyniyək? Qeydidatun içəri. Başqalarına dərs olsun ki, qazi qələt eləyər, hakimiyyətdən haqqını istəyər. Bunu mən demirəm, bunu İlham Əliyevlə Vilayət Eyvazov dedidir. O cümlədən də ki, Hacı Vəliyevə 2 ay inzibati həbs cəzası kestilər. Tüpürün mənbələnçinə, hakimiyyətə də, tüpürün belə, nə bilim valla, adam utanır, adam millət olaraq utanır. Millət olaraq utanır ki, bir onun ölkəsində bir günləri vətənin yolunda, torpağının yolunda qanını tökən oğlan bir günləri şərəfsizlərin ucbatından bir günlər şərlənib həbsə girirlər. Hürümsüzün olmayan qeyrət bizə. Onsuz da sizdə qeyrət deyilən bir şey yoxdur. Şərəf deyilən bir şey yoxdur. Namus deyilən bir şey yoxdur. Namusu olan oğlan, şərəfi olan oğlan bir gün xalqın qeyrətli oğlanlarını həbsəli tutmaz. Bayram Nurlu heç nə, neynirdi bəyən Bayram Nurlu? Bayram Məmmudov neynirdi bəyən? Sonra bir dənə yazdık, bayramımız mübarək. Ona göre kardeşim adamı Türkiye'den ölüsünü tapdılar. Kardeşim bu adamlar üçün bunlar sərhəd tanımır. İstəyir qadın olsun, istər uşağı olsun, istər gəlin olsun. Bir günləri Hacı Vəliyevin ailəsi var, bir gün onun uşağı var. Yox, Hacı Vəliyev deməz, onu uşaq döyəndə deməyəcək, atan, sən getdin bu vətən yolunda döyüşdün, vuruşdun, qanlı axıtdın, səni bir günləri həmən bu hakimiyyəti xidmət edən dövlət başçıları İlham Əliyev sənə bir gün şəhərlədə həbs elədi. Bunu deyər deməz. Hansı bir gün Hacı Vəliyev bir gün vətən torpaq yolunda oğlunu göndərər hərbiyə. Şəxsən mən olsam onun yanında heç göndərmərəm. Necə olur? Vətənə gələndə vətən kasıbındır. Yeməyə içməyə gələndə vətən bunların olur.
Allah vırıb bunları. Bu hakimiyetin bayrağı altında dövüşmek, vırışmak and olsun Allah'a haramdır. Haramdır. Bir devlet başçısı ki milletine zulüm edirse, onun hakkını yiyse, onun beytulmanını dağıdırsa, o rehberin bayrağı altında dövüşmek haramdır. Geçsinler istiyorlar bunu Kur'an'dan delil götürsünler. Hardan istiyorlar getirsinler. Bu hakimiyeti bayrağı altında dövüşmek haramdır, haramdır, haramdır. Kim de gedib qanını axıtsa, bundan bu yanı and ola Allah'a getsinlər Kur'anla ispat getirərəm bunları ki, onlar üçün şəhid demək biraz problem yaranacaq. Ne üçün ki, İlham Əliyev zalimdir, zalıma xidmət eləmək də problemdir. Gedin, bunu Kur'anla uyğunlaşdırın, Kur'andan dəlilimizi çağırtın. Sağ ol, çok sağ ol. Teşekkürler. Bunlar bacı minnətdarım. Biz bu günləri həqiqətən də otursaq, sadalasaq, İlham Əliyevin deyəcək sözü yoxdur. İlham Əliyev demokrat deyil, İlham Əliyev diktatordur. İlham Əliyev Azərbaycan xalqı ilə hesablaşmayan bir kəsdir. Və əgər demokrat insan olsaydı, Hacı Talib Ağırzadə haqq adamıydı, haqqın sözünü deyirdi. Adamı İranın agentinə qədər soxdunuz. Çünki İran agentidir. Jurnalistlərimizi də görürsünüz. Abzas Medianın jurnalisti, Toplum Medianın jurnalistləri var. Meydan TV'nin jurnalistləri var. Bu insanlar ne edirlər? Bu insanlar da yəni harasa işləyirlər. Adlarını qərbdən maliyyələşən qoydunuz, neynəyən qoydunuz. Min cür belə deyim də, ləkə yaxdınız. Bizə ləkə belə deyim də, yaxmaqla deyil. Dəlilinizi, sübutunuzu ortalığa qoyun. İlham Əliyev hakimiyyəti. Biz deyirik, siz oğrusunuz və sübutunu da qoyuruq ortaya ki, siz xalqdan bu qədər pul oğurlamışsınız. Və bir günləri Tofiq Yaqubunu da günahsız yerə həbs eləmişsiniz. Və buradakı qardaşları da günahsız yerə həbs eləmişsiniz. Çünki bu insanlar haqq adamıdırlar. Azərbaycan xalqını görür ki, siz haqqını yiyirsiniz. Və bu Salih Seyidov, və əzlafdır bu adam. Və tanıyın bu adamı. Şərəfsiz, əxlaqsız, qeyrəti olmayan bir kəsdir. Başa düşdünüz? Kimdir bu? İlham Əliyevin aftafasını daşıyan adamdır. Ne gözləyirsiniz? Bunda hansı şərəf, ləyaqət? Rıza Səfərsoy, o da bir qazidir. Ona niyə dəstək vermirlər? Hə? Onun niyə haqqını tələb eləmirsiniz? Vətən bölünür çoxdan. Neyse. Kəsin gəlmir onsuz bura. Bizim Həcci ilə məqsədimiz bəllidir. Digər siyasi mühacirlərin də, bura bizə gəlib dəstək verənlərin də məqsədi bəllidir ki, biz Tofiq Yaqublunun və siyasi mühacirlərin, belə deyim də, siyasi məhbusların azadlığını tələb eləmək üçün buradayıq. İndi ikinci məsələ. Üzümü tuturam Avropada yaşayan siyasi mühacirlərə. Gəlib burada da dəstək verə bilərsiniz. Yaşadığınız, məsəl üçün, Köln'də yaşayırsan, Köln'də aksiya elə. Topla bir 5 nəfər, Düsseldorf'da aksiya eləyin. Nürnberg'də yaşayırsınız, Nürnberg'də aksiya eləyin. Harada yaşamağınızdan asılı olmayaraq, hansı ölkədə yaşamağınızdan asılı olmayaraq, siz gedib aksiya eləyə bilərsiniz. Nə qədər sayımız çox olsa, bir o qədər də qüvvəmiz artacaq. Sizdə mən, Orxan Ağay və Həcə Ələmdar Bünyatov idi. Sağ olun.